11 sentyabr 2025-ci ildə Bakıda Biz Əngəlli Deyilik, Fərqliyik adlı sosial yönümlü inklüziv tədbir keçirilib. Layihə Bakı şəhər Baş Mədəniyyət İdarəsinin dəstəyi ilə Emedia Qrup, Gizli Bağça Restoranı, Artmep şirkəti və Koxlear implantlı şəxslərə dəstək İctimai Birliyinin təşkilatçılığı ilə xüsusi qəlblərin bilik günü çərçivəsində reallaşdırılıb. Tədbir uğura gedən Yol Əngəl Tanımır təşəbbüsünün davamı olaraq həm inklüziv dəyərlərin təşviqinə, həm də Azərbaycan-Türkiyə qardaşlıq bağlarının gücləndirilməsinə xidmət edib. Səhnədə və salonlarda iştirak edən autizmli, Down sindromlu, Koxlear implant istifadə edən, görmə məhdudiyyətli və əlil arabasında olan uşaqlar tədbirin əsas qəhrəmanları olublar. Onların iştirakı bir daha göstərib ki, fərqlilik zəiflik deyil, gücdür. Millət vəkilləri, qeyri-hökumət təşkilatları rəhbərləri, ictimai xadimlər, mədəniyyət nümayəndələri, media və iş adamlarının katıldığı tədbirdə təşkilatçılar bildiriblər ki, bu təşəbbüs davamlı sosial platformaya çevriləcək və daha geniş miqyasda həyata keçiriləcək. Əngəlli uşaqlar, əlillər cəmiyyətimizin ən həssas təbəqələridir. Və bu uşaqların cəmiyyətimizə inteqrasiya olunması vacib şərtlərdən biridir. Bu cür şəxslərin yanında olmaq lazımdır, onlara kömək etmək lazımdır, onların cəmiyyətə inteqrasiyasına yardımcı olmaq lazımdır. Əngəlli uşaqlar içərisində talantlar var, istedadlar var. Onların istedadları bəlkə də heç bir sərhəddə tanımaz, Azərbaycanı bütün dünyada məşhur edərlər. Cəmiyyətin hər bir üzvü ümumiyyətlə inklüziv sistemə, bunların təhsilinə, xüsusi qayğıya ehtiyacı olan, biraz fərqli bu insanlara həssaslığını göstərməlidir. Kifayət qədər ölkəmizdə bu saat işlər görülür. Bizim xatırlayırıq, qabaqçı illərdə ümumiyyətlə bu uşaqlar evlərdə az qala həbsdə idilər. Cəmiyyətə inteqrasiya olunmurdular. Valideynlər bu uşaqlar daha çox evdə saxlayırdılar, qapalı saxlayırdılar. Son illərdə dövlətimiz bu sahədə əsasən Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çox maraqlı vacib tədbirləri keçirilir və artıq bu sahə ilə bağlı kifayət qədər işlər görülür. Bunlar da özlərini çox özəl hiss etməlidirlər ki, yəni biz necə ki fərqliyik, hər kəs bizə diqqət ayırıb. Yəni həqiqətən fərqlidirlər də, yəni bu uşaqlar. Yəni mənim üçün bu uşaqlar əngəlli deyil, fərqlidirlər. Və bunları sevindirmək. Burada müxtəlif sahədən Down, autizm, gözdən əli, Koxlear. Yəni çalışdığımız qədər bu uşaqları sevindirək. Biz də Mehriban komandası olaraq, təbii ki, Mariachi Baku komandası olaraq bu tədbirləri dəstəkləyirik və həmişə də həmən uşaqların yanında olmağa hazırıq. Bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Uşaqların cəmiyyətə inteqrasiyası üçün, onların sosiallaşması üçün çox önəmli tədbirlərdəndir. Azərbaycan dövləti hər zaman xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi diqqət və qayğı ayırır və bu istiqamətdə keçirilən tədbirlər sırasında da bugünkü tədbirimizi görmək də həqiqətən də çox xoşdur.